Salam. Salamlayırıq hər birinizi. YouTube izləyicilər. Bugün verilən 15 dənə sualı cavablayacağıq birlikdə. Bir oxu. Birinci sual, haralısınız? Maraqlı sualdır əslində Fakim yerə biləcək. Niyə? Çünki bir 3-4 yerdən qarışımım var, amma əslən Ucarlı. Sən? Ucarlı rayonu Hal kəndi. İkinci sual, boyun niyə balacadır? Ülvənin yanında cırtdana oxuyursan. Bu nə sualdır? Açığı deyim ki, boyum balaca deyil, 1.65'dir. Prosta Ülvənin boyu çox önemli. Ülvə 1.90'dır və necə istibat? Çox istidir. Ülvəni bilirsiniz, balaca boy qızlara qarşı hər zaman kompleksi olur. Nə tər oldu, məni seçdi bilmir. Danış, Üçüncü sual, küs olduğunuz bloger. Məndə yoxdur səndə. Nicat, Orxan, Tural, Həmid və var belə blogerlər. Hansı ki, ya bloger yoldaşları ki, küsülüyəm. Ülvi ilə nə üstündə dalaşırsınız? İstəyirəm Ülvi cavab versin bu suala. Fatimədə əvvəllər boş-boş şeylər idi. İndi son vaxtlar Fatimədə yaranan bir xasiyyət var. Bir hər şey istəyir ki, özü nətər istəyir, elə olsun. Misal üçün, mən kofe içmək istəyirəm. Kofenin gərək sən nə vaxt içək biz, o nə vaxt içmək istəsə onda. O kofe deyil, dediyi kofe deyil, ona görə. Fərqi yoxdur yəni. Fərqi çoxdur. Bu da qarşılıqlı münasibətdə davaya gətirib çıxardır. Xanın dərmanının adı nədir? Bu dərmanın adını deyə bilmirik. Çünki mən həkimdən soruşum, bununla bağlı çox suallar gəlirdi. Həkim dedi ki, hər xəstəyə özəl yazılır dərmanlar. Ancaq həkim nəzarət altında Ona yazılır görə və həkimlərin reseptsiz verilmir. Mənə maraqlıdır, siz ekranda belə pozitivsiz, yoxsa həyatda da beləsiz? Siz həyatda ekrandakından da pozitivik. Həyatınızda bir nəfəri silməli olsaz. Kontar nə küçütü qalıb? Mən də deyirəm, bu yaxda belimi nədir yandırır. Həyatdan bir nəfəri silməli olsaz, o kim olardı? Maraqlı sualdır. Bu tökdüyün xəcalət tərdir, yoxsa İstəyim təri deyə çox. Hə, kimi silərdin? Dala video çəkildi, bayaqdan qızarımda dəzdirirəm. Hə, buyur. Kimi silərdin? Yox, mən səndən soruşam. Mən də səndən soruşam. Mən siləcəyim adam yoxdur. Silməlisən də ki, bu insan bir də Kinli həyatında adam deyiləm deyə. Yox, bu insan bir də həyatında görməyəcək. Onu kimi silərdin? Nə bileyim, yəqin ki, adili. Ciddi ol da. Mən belə bir düşüncəmdə yoxdur, bilmirəm. Yaxın dostların olmaya da bilər. Sıradan tanıdığın bir insan prosta at çəkməlisən. Okey, bu insan ölmür o insan. Prosta həyatda bir də onu görməyəcəksən. Yəni rastına çıxmayacaq. Yox, mən nifrət etdiyim adamları belə görməsəm darıxıram. Bilmirəm, həyatım. Mən sən cavab ver. Bax, bu qədər asanlıqla cavab ver. Yaxşı, köhnə menecerimiz. Bu qədər sadə həyatında, yəni Kimdir köhnə menecer? Dalaşmamışıq ha. Prosta ki, yəni zaten görməsəm də bir şey dəyişmir. İndi menecerim var. Bir insanı silməliyəmsə həyatımdan. Kimdir köhnə menecer? Ayşe. Yəni çox istəyirəm, yox, prosta yəni həyatımda görməsəm heç nə dəyişməyəcək deyə, yəni silə bilərəm mən. Ona qalsa mən də hər hansısa bir qarsonu deyə bilərəm ki, bizdə işləyən uşaqlardan adı yadımdan çıxır. Bilmirəm heç. Hər nəsə. Bundan sonra hansı ölkə xəyalınızdır? Mən var. Miami'də yaşayıb Bakıda ölmək istəyərəm. Yox, indi deyil. Harasa getmək? Bax, Ülvidən daha yaxşı tanıyıram. Alyaska. Sevirəm. Və mən? Onlar bu sualı oxumuyor. Bəs mən? Sən? Hara? Sən cavab ver də, hara? Yox, Bakı. Sən Bakını sevirsən. Yaşamaq da bir xarici səyahət edir. Hə, bilmirəm. Ay da, bu videodan sonra boşanmada səbəb ola bilər. Ay, niyə ay sevgilim? Necə bilmirsən mən hara getmək? Sən tez-tez fikrin dəyişir də hara getmək istəmək bu arada. Yalan demə. Yunanistan. Yox, getmişəm Yunanistan, neyinlə? Ay da, sən nətər uşaqsan? Bulqaristanda bir yer var idi. Ay yox. Sən nətər uşaqsan bilmirsən? Allah bilmirəm da. Variantlar ata bilərəm. Tayland. Bakın, kameranı söndürtürər. Qəbələ. Hara denə, yaxşı, sən denə. Ora haradır? Afrika. Uşaqlar, dünənlərim içəridə zürafələrlə yemək yeyib, danışıb, deyib, gülüb. Zürafə yəni bizdən stolda oturmuşdu. Elə gün keçirdim. İndən sonra da yenə zürafəli Zürafəli otel axtardım. Ay, ağzından çıxın bir daha zürafə demən. Bilmən. Şamın adını. Sən Allah, mən oranı istəmirəm, arzulamıram. İstəyirsən, prosto çək görür də. Alyaska ilə müqayisədə eyni şey deyil də, yəni Alyaska xəyaldır. Eviniz haçan bitəcək? Bu sualı oxumaq istəmirəm. Ülvi deyir ki, avqustda bitəcək, maliyyə girsə bitir. Yəni avqustda qalmayacaq. Mən də deyirəm ki, ev yox, mən noyabr deyim, ad günümü evdə qeyd eləyərəm. İnşallah.
Niyə sırğa taxmırsınız? Sevmədiyim üçün. Bəli. Salam, o düzdür ki, Ülvi bəy FHŞ-də işləyib, heç bu barədə danışmamısınız. FHŞ-də deyə bilərik, Fövqəladə Hallar Naziri. Bəli, mən Fövqəladə Hallar Nazirliyində yanğın söndürən işləmişəm. Xətayidə. Danışdıq bu barədə. İşdən çıxma səbəbi də yüksəklikdən. Yıxılmışam, ayağım dizim zədələnib, işləyə bilməmişəm. Bizimlə də Fövqəladə Hallar vaxtında çox ağır əməliyyat keçirtmişəm. Hələ də ayağımda dəmir. Dizlərimdən hətta. O dəmirə rəğmən məni qaldırır. Ev bitdikdə qaynananızla qalacaqsınız. Çox gözəl sual. Bax buradan yenə də qaynanama da səsləndim. Əziz ediləcəm. Mənim qaynanam çətin insandır. Nə mənada çətin insandır? Deyəm qoy axırıncı suallar deyim. Çox çətin insandır. Çünki o insan evinə öyrəşib deyə. Yəni mən yaşamaqda da qalanda yalvarırdım ki, qurban olun gəl qal da bizə qalmırdı. Bir gün gücbalı ilə qalırdı. İndi biz onlardan qalırıq. Rahatdır deyir, qalın burada. Yerdə qalmamızı o da çox istəyir. Prosta qala bilmirdi öz evindən kənarda. İndi isə sırf o qala bilmir deyə onlarla qonşuluqda torpaq aldıq ki, həm bizdə qalsın, tez-tez də evinə getsin. Yəni 2-3 dəqiqəlik məsafədə deyil. Bəli. Əslində bir yerdə qalacaq, həm də öz evində qalacaq, ortaya qarşı. Ülvi bəy toya neçə gedir? Reklamlar. Cavab verin. Əlaqə nömrəsi Instagram hesabımızda var, oradan yığa bilərsiniz. Hə, ora yazın, orada bildirərəm, videoda deməyək. Bir alanı bir bedava. Tato etdirmək fikri hardan gəldi? Gözəl sual. Təbii ki, məndən. Mənə tato eləmək fikri hardan gəldi? Elə bir fikrim yox idi. 2 dənə dəli dostumuzla oturmuşduq bir neçə il bundan əvvəl. Çox dəli dostlarımızdır. Yəni oturmuşduq, deyib ki, bəylər deyir, qayıtdıq ki, gedək tato eləyək. Onlar qayıtdıq, gedək tato eləyək, dedik gedək eləyək. Aidiyyətsiz şəkildə tutduq, getdik Targovda tato elədik. Ondan sonra mən xəstəliyimi davam etdirdim. Burada da var, portre də var. Mən ümumiyyətlə iynədən qorxan bir insan olaraq, onlar üçünə tato elətdirəndə mən dedim ki, yox, ağrıya dözümüm yoxdur falan filan. Sonra illər keçdi, keçən il oldu, keçən Ülvi o qədər arzulayır. Deyir ki, yəni bizə aid bir şey ikimizin də elətdirə biləcəyimiz bir tato elətdirək. Mən dedim ki, yox. Ad günündə getdim bu tərəflərdə də bura Ülvi yazdırdım. İnan Allah heç nə hiss eləmirsən. Elə bir uçqa ilə yazdım. Mənim az qalıb, 3 dənə sual qalıb. Nazik bir yazı olduğundan heç nə hiss eləmirsən. Getdim onun adını düzələdim. Adını yazdırdım. O da buna çox sevindi. Bu arada Mərvin də bizim bələdçidir buradan, sağ olsun. Bütün turumuzu falan hamısında bizim yanımızdadır, bizlə bir yerdədir. Deməli, videonda indi o çəkir, ona görə dedim. Deməli, Fatimə xanıma niyə hər gün gül alırsınız? Bu sual biraz qarışıq sualdır. Yəni kimsə qızıqlandırar, kimsə qızıqlandırmaz bilmirəm. Mənim fikrimcə sevdiyin qadına dəyər verməlisən. Sırf bu 8 mart olmalı deyil, 14 fevral olmalı deyil, ad günü olmalı deyil. Yəni nəsə özəl bir gün olmalı deyil də. Zaten onun yanında olduğu hər gün özəldir deyə bunu hər gün məncə hər gün eləməlisən. Mən belə düşünürəm. Elə bir şey varmı ki, sırf sizə özəldir, paylaşmadığınız romantik? Deyim müəllimə, deyim. Bəzi şeylər var ki, bunlar bizə özəldir, sırf bizə özəldir. Mənim barmağım düşmür təsadüfən. Bunlar bizə özəldir, yəni o özəl olan şeyi paylaşmırıqsa deməyək də. Qaynananızda ən sevdiyiniz xarakter? Sən də soramı. Mən qaynatamda ən sevdiyim, həmişə deyirəm də, onlar yəni bir başqa hörmət saxlayan adamlardılar. Misal mən indi deyirsiniz bəlkə də şeydir, sən nəydən öyünürsən? Amma burada 8 ildir mən onların evinə girəndə heç bir oturaqlı vəziyyətdə görməmişəm. Yəni mən evlərinə girəndə onlar sağ olsunlar, yəni ayağa dururlar, gəlirlər məndən görüşürlər də, gözləmirlər mən gəlim onlarla görüşüm. Bu mənim üçün çox önəmlidir. Nə bilim, hər gün zəng eləyər, məndən maraqlanarlar, ayrıma qalarlar, soruşarlar. Mamam zəng eləyəndə o açmayanda mən yığıb bir olub cavab verirdim. Bu qədər. Bəs mən hər şeydir. Bir də mamamın bir dənə pis xəssiyyəti var. Bilməm o Ülvi sevir ya yox, o xəssiyyətini. Mamam əlaqəsiz Ülvinin hər yerdə hamıya qarşı tərəfini tutur. Misal üçün, kimsə ondan zarafat eləsə, zarafat eləyirlər. Mən uşağımın işiniz olmasın, Ülvi işiniz olmasın falan aşırı hətta davaya gətirəcək dərəcədə tərəfini tutur. Mənim isə qaynanamın ən sevdiyim tərəfi odur ki, maşallah. Ya Allah kim bilir, nəzərlərdən saklasın, ilahi amin. Gecə saat 3 olsun, o mənim üzümə baxanda görsün ki, mən acam. Allah'ın olsun duracaq, deyim aş pişirəcək, deyim dolma pişirəcək. Belə, sizi sevirik, hələlik Şanxaydan, Çindən sizə kucaq dolusu salam. Öpürük.